Salam, əziz dəyərli valideynlər. Bugün sizə imtahan həyəcanı haqqında məlumat verəcəm. İmtahan həyəcanı, testi və imtahan həyəcanı olan abituriyentlərlə işləmə yönümü haqqında. İlk öncə gəlin sizə bir imtahan həyəcanı testinin nümunə nəticəsini paylaşım. Burada bir nümunə nəticə görürsünüz. Bu nümunə nəticədə ilk baxırıq imtahan həyəcanı 50%, yəni orta faizdir. Zehni reaksiyalar. Zehni reaksiyalar isə 70%. Demək bu abituriyentimizin diqqətində və öyrənməsində ciddi bir problem var. 70%. Çünki bu uşaq öyrənmədə bir çətinlik yaşayır. Bu ya diqqətə bağlı ola bilər, ya da başqa bir nüanslar ola bilər. Fiziki reaksiyalar bu ürək döngüsünün artmasıdır, əlin əsməsidir, ayağın əsməsi, yəni bədənin verdiyi imtahandakı reaksiyalar. Bax bu abituriyentimizdə o da yüksəkdir, 71%. Amma hazırlıqla bağlı narahat edici düşüncələr 16% aşağıdır. Gələcəklə bağlı onu narahat edən düşüncələr 83%, yəni yüksəkdir. Özü ilə bağlı, özünə yönümlü mənfi düşüncələr aşağıdır. Başqalarının düşüncələrinə önəm vermək, o da aşağı faizi. Yəni birdən kəsin sən kimsə nə deyər, qonşu nə deyər, qohum nə deyər, dost nə deyər. Bu həyəcan testini eləmək bizim üçün bir xəritə yaradır. Bax, məsələn, bu nümunədə olan abituriyentimizdən biz ən əsas yönələcəyik diqqətini öyrənmədə olan o çətinliyi aradan qaldırmağa. Həmçinin də onda gələcəklə bağlı narahat edici düşüncələri və fiziki reaksiyalarını üzərində çalışacağıq. Amma məsələn, ümumi gəldi valideyn bizə bildirir ki, həyəcanı var. Biz də götürdük işləri. Amma bu həyəcanın kökündə nədir biz bilmirik. Amma bu test bizə bir yol xəritəsi çəkir. Bilirik ki, kökündə dayanan nədir. Məsələn, bu şagirddə çıxan o 50% həyəcan ən əsas səbəbi özü də bilir ki, öyrənməkdə ciddi bir problem var. Özü də bilir ki, və emosional olaraq gələcəklə bağlı düşüncələrdə bir narahatçılıq yaşayır və o həyəcan yüksəlir. Və ən əsas nüans isə bu şagird abituriyentdə diqqət və öyrənməklə bağlıdır. O aradan qalxsa, digər nüanslar demək olar ki, aradan qalxacaq. Təbii ki, fərqli nəticələr ola bilər. Məsələn, imtahan həyəcanı faizi 80%, 100% olanlar. Demək, burada biz daha çox psixoloji işləyən zaman emosional vəziyyətə daha çox yönələcəyik. Ona görə, əziz dəyərli valideynlər, övladlarınızı zamanında psixoloqa gətirərək bu problemləri aradan qaldıra bilərsiniz. Çünki məsələn, övladımı 2 il hazırlığa qoyuram, hazırlaşır, amma istədiyimiz nəticəni ala bilmirik. Çünki o zaman ala bilmirsiniz ki, bu övladınızda ya imtahan həyəcanı yüksəkdir, ya da diqqət, öyrənməklə bağlı bir problem yaşayır. Və onları da sadəcə psixoloji dəstək alaraq aradan qaldıra bilərsiniz. Bunun üçün də zamanında imtahan həyəcanı testi keçirdib, bu nüansları zamanında üzə çıxardıb, aradan qaldırmaq imtahana qədər mümkündür. Təəssüf ki, Azərbaycanda imtahan həyəcanına bağlı gələnlər çox zaman imtahana yaxın müddətdə gətirirlər. O zaman da biz istədiyimiz nəticəni ala bilmirik. Ona görə əziz dəyərli valideynlər, imtahandan 3 ay əvvəl mütləq şəkildə abituriyent olan övladlarınızı imtahan həyəcanı testindən keçirdin.